Zəlil Məmmədquluzadə Qiyamət hekayəsi, yaxud Kəndli qadınlar. Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna. Amma mən baxtı qaradan ötürü həmin oktyabr qəmgin bir ay oldu. O səbəbə ki, bu ayın ərzində saysız hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar. Və heç kəs məni başa sala bilmir ki, axır bu nə qiyamətdir. Axır bir zalda 500 arvad ola bilər, hamısı da üzü açıq və bunu görüb hər bir kəsdən soruşdumsa, bu nə qiyamətdir. Mənə cavab verən olmadı. Mən də köhnə əsrin adamıyam. O əsrin adamıyam ki, bir şəriət hamısı bir yerdə bir örbəti üzü açıq görəndə ona min lənət oxuyurdu. Ah, fəda oğlum sənə, hardasan? İndi bir gəl, tamaşa elə bu üzü açıqlara. Gəl bir gör necə yoldan azıblar, necə tüğyan edirlər. Gör nə dərəcədə qəflətdədirlər ki, heç xəyal eləmirlər ki, Allah Taala öz nazil etdiyi Məshəf-i Şərifində belə azğın qadınlar barəsində nələr, nə fitvalar təyin edibdir. Vəqtülü təqdilən, yəni belə yoldan azmış qadınlar barəsində əmr olunur ki, hər yerdə tapıldılar gərək qətlə yetirilsinlər. Xudaya, bu nə qiyamətdir. Hələ üzü açıqlıq bəs deyil. Hələ neçə yüz zəhmətkeş kəndli qadınlar ortalığa çıxıb nitq də söyləyirlər. Kişilər tək nitq söyləyirlər, nə danışırlar. Birinin dediklərini eynən yadımda saxlamışam. 1000 ildən artıqdır ki, biz pərdə dalındayıq. 1000 ildən artıqdır ki, biz hərəmxanələrdə dustağıq. Zalım kişilərə qulluq, müstəbid fazillərin təfsirlərinin qurbanıyıq. Hicab somağının altındayıq. Dəxi bu qədər bəsdir, dəxi bu qədər kifayətdir. Qeyri bir qadın nərə təpə-təpə deyirdi. Bax, bizim qənimimiz indiyədək bizi əsarətdə saxlayan həmin çarşaf olubdu. Biz bunu nəinki yad kişilər yanında, hətta yavıq qohumlarımızdan da gizlənmək üçün örtmüşük. Və belə gizlənməyə bizim mollalar məcbur edibdi. Bizi Quranın ehkamı məcbur edibdi. Bu sözləri deyə-deyə həmin qadın belə bir cuşa gəldi ki, əlindəki qara çarşafı cırdı. Tikələrini yerə tulladı. Küçə ilə bir gün keçərkən mat-məhdəl qaldım. Bir böyük imarət kəndli qadınları ilə ləbaləb dolu idi. Aya, bu nə qiyamətdir. Qadınlar yığıncağıdır. Nə olub? Buraya nə üçün cəm olublar və nə istəyirlər? Öz dərdlərini bir-birinə söyləməyə yığışıblar. Öz hüquqlarını ələ gətirməyə cəm olublar. Öz 1000 illik dərdlərini, həsrətlərini izhar etməyə toplaşıblar. Nə hüquq, necə hüquq? Mən bu işə lap məhdəl qaldım. Çünki mən bir köhnə adamam. Bir piri, Kuənsalam və indiyədək ağıllı şəxslərdən eşitdiyim budur ki, qadın həmişə kişinin itaətində gərək olsun. Səbəb budur ki, qadın ağıl və kamalda, qabiliyyət və zəkavətdə kişidən aşağı hesab olunur. Necə ki, Furqan-ı Kərimin Bəqərə surəsində zikr olunubdur ki, ərəb dilində və lirricali əleyhin dərəcətun. Yəni, bunun məzmunu budur ki, kişilərin dərəcəsi övrətlərdən artıq tutula gərək. Səbəb budur ki, Cənab-ı Allah bunu öz Furqan-ı Məcidində xəbər veribdir. Ondan ötürü xəbər verməyibdir ki, dabanı çatdaq kəndli zəhmətkeş qadınlar qurultay məclislərində hazır olub, Xudavənd-i aləmin ehkamını tənqid edələr. Ondan ötürü xəbər verməyibdir ki, bir parça Allahsız yazıçılar Quranı və kitabı məsxərəyə qoyalar. Ondan ötürü xəbər veribdir ki, bu ehkam nə qədər dünya durubdur, o qədər də daim durub dəyişilməsin. Necə ki, Xudavənd-i aləm Cəllə Cəlalahu genə öz mübarək kitabının Əzhab surəsində xəbər veribdir ki, mənim ehkamım dünya durduqca baqidirlər. Baqi, əbədidirlər. Necə ki, haman ayə-i mübarəkənin mənası həmin məzmuna müdabiq gəlir. Və li mən təcidə li sünnətallahi təbdilən. Ya Məhəmməd, Allah Taalanın hökmü və iradəsi cəmi əzmindən ötürüdür ki, təğyir və təbdil oluna bilməz və olunmaya da gərək. Vaveyla və şəriata. Gör yer üzünü zülmət nə dərəcədə bürüyübdür ki, gör insanlar necə qatildilər ki, bu 5 günlük dünyanı qənimət bilməkdən, onunla lazımınca istifadə etməkdən Xudavənd-i aləm bizə təyin qıldığı
sövm və səlatı əda etməkdən gör bu bədbaxtın qızları nə məşqə düşüblər. Pəs sən ki gözəl oğatını sərf edəcəksən bu kənddən o kəndə, bu şəhərdən o şəhərə, qurultaylara, çapmağa, sən ki gözəl saatlarını həsr edəcəksən nitqlər söyləməyə, sən ki qiymətli fürsəti fötə verib uzun-uzadı mübarizələrdə bulunacaqsan. Pəs onda 17 rükət yomiyyə namazını kim qılacaq? Pəs Ramazan al mübarək ayının 1000 rükət nafilə namazını kim qılacaq? Pəs bistiyekküm nüzdən hum bistiyum gecələrinin 636 rükət namazını bir gecədə kim qılıb qutaracaq? Pəs şahir 1000 rükət sünnətli namazları kim qılıb qutaracaq? Əfsus, genə əfsus. Dünən bir dünya görmüş adamdan bu işləri məsələ elədim. Dedim, and verirəm səni o Allaha ki, hətta bir para firqəvilər də onun varlığına etiqad eləyirlər. Bir məni başa sal görüm, bu nə qiyamətdir və bu kəndli qadınları nə səbəbə məscidi və mənbəri buraxıb bu məşqlərə düşüblər. Dünya görmüş adam sağ əlini qoydu sol çiynimə və bir dərin ah çəkib dedi, əzizim, əgər mənim sözümə qaillığın olacaqsa deyim. Dedim, de. Dünya görmüş adam mənə belə dedi, əbəsdir. Soruşdum, nə əbəsdir? Dedi, sənin təlaşın. Dedim, birazca açıq söylə. Dünya görmüş adam özü də iman əhlinə oxşayırdı. Yenə bir dərin ah çəkib dedi, sən ki xahiş eləyirsən, mən biraz açıq söyləyim. Mən biraz yox, lap da açıq söyləyəcəm. Ancaq mənim açıq sözüm tək 2 kəlmədən ibarətdir. O 2 kəlmə Oktyabr inqilabıdır.